Salam dəyərli izləyicilər, bazar günü 11-ci siniflər üçün keçirilən güvənin sınağından belə bir sualın həllinə baxırıq. Funksiyalar mövzusuna aiddir. Deməli, f(x) bərabərdir x kvadrat çıxılsın 6x funksiya parabolasının təpə nöqtəsinin apsisini soruşur. Deməli, biz bilirik ki, y bərabərdir ax kvadratı üstə gəlinsin bx üstə gəlinsin c parabolasının təpə nöqtəsinin apsisi x0 ilə işarə edilir. O da və yaxud da m ilə işarə edilir. Deməli, o da bərabərdir -b bölünsün 2a düsturu ilədir. Gəlin baxaq görək burada b nədir? B-nin əmsalı nədir? Qiyməti, ədədi qiyməti. A-nın ədədi qiyməti nədir? Deməli, x kvadratın qarşısında duran əmsal A-nın qiyməti olacaq. Burada 1 var, yazılmır. Deməli, bunun A-sı 1-dir. X-in qarşısındakı əmsal isə B-ni göstərir. X-in qarşısında nə var? Burada -6 var. Deməli, B-si də -6-dır. Gəlin ifadədə yerinə qoyaq, x0-ı tapaq. X0 kəsin qarşısında özünün bir dənə mənfisi var idi. -6 bölünsün 2 vurulsun A-ya. Yəni, A-nın qiyməti nədir? 1. 2 vurulsun 1. Deməli, -6. Qarşıda da bir dənə mənfi var idi, müsbətə çevirdi. 6 bölünsün 2, 3. Bu birinci üsul deyək. İkinci üsul isə belədir. Deməli, f(x) bərabərdir. Bunu bu şəkildə göstərək. X çıxılsın 3-ün kvadratı çıxılsın 9 şəklində. Biz bilirik ki, burada dayanan ifadənin əks qiyməti x0-ı göstərir. Deməli, x0 bərabərdir 3-ə.